Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Allah Azze və Cəllənin izni ilə Muhammedun Rasulullah bölümünə gəldi. Peyğəmbərlərə iman bölümünün ən əsas hissəsindəki Rasulullah sallallahu aleyhi və səlləmin həyatı barədə, ona imanın əsasları barədə, Rasulullah sallallahu aleyhi və səlləmə iman gətirməyin insanın həyatındakı dəyişiklik, yəni bir insan əgər əşhədü ənnə Muhammedən Rasulullah deyirsə, həmin o kəlmənin ondan tələb etdiyi bəzi məsələlər var, məqamlar var. Onlar barədə danışmağa çalışacağıq. Başlayır birinci Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsəbindən. O hissəni tərcümə eləməyəcəm. O da hamı başa düşür adlardır. Əbul Qasım, Muhammed ibn Abdullah, ibn Abdülmuttalib, ibn Həşim, ibn Abdümenaf, ibn Qusey, ibn Kilab, ibn Murra, ibn Ka'b, ibn Lu'ey, ibn Ghalib, ibn Fihr, ibn Malik, ibn Nadr, ibn Kinata, İbn Xuzeymə, İbn Mudrikə, İbn İlyas, İbn Mudar, İbn Nizar, İbn Muad, İbn Adnan və Adnanu min vələdi bəni Nəbiyyallahu İsmail, İbn İbrahim Xalil. Deməli, burada gətirir, Adnana kimi gətirir və deyir, Adnan da İbrahimin oğlu İsmailin, nəbilərdən olan İsmailin övladlarından birisidir. Və sonra gətirir alə nəbiyinə və aleyhimussalatu və sələm. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin kökü birbaşa gedib İbrahim aleyhissalama dayanır və İbrahim aleyhissalama dayanan qolu da İsmail aleyhissalamdan gəlir. Və bu da Allah Resulü sallallahu aleyhi və səlləmin hənif olan İbrahimin nəslindən gəlmiş olduğunu bizlərə göstərir. Və huvə xatəmul ənbiyəi vəl mursəlin. O, nəbilərin və rəsulların sonuncusudur. Və Rasulullahi ilənnəsi əcməin və insanların hamısına göndərilmiş bir rəsuldur. Bu xitabın səbəbi nədir? İnsanların hamısına. Çünki digər rəsullar, nəbilər bəlli qövmlərə gəlirdilər. Onların müjdələyici olması, qorxuducu olması gəldikləri qövmlə əhatəli idi. Ondan kənarda deyildi. Və hətta bəzi rəvayətlərdə gəlir ki, elə nəbilər olub ki, eyni zamanda başqa qövmlərdə dəvət aparıblar, tövhidə dəvət ediblər insanları. Lakin Rasulullah sallallahu aleyhi və səlləmin gəlişi ilə bu bitdi. Artıq Allah Resulü sallallahu aleyhi və səlləm bütün bəşəriyyətə gəlmiş bir rəsuldur. Vəl-məb'usu ilə səqaleyn. O göndərilib səqaleyn. İnsanlara və cinlərə göndərilib. Bil-haqqı vəl-hudə. Haqq və hidayət ilə. Bə'ətəllahu rəhmətən lil-aləmin. Allah Azza və Cəllə onu aləmlərə rəhmət olsun deyə göndərmişdir. Necə ki buyurur, və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Səni aləmlərə rəhmət olasan deyə göndərdik. Ancaq aləmlərə rəhmət olmaq üçün göndərdik. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləmin aləmlərə rəhmət olması üçün göndərilməsi məsələsini biraz istismar edirlər. Sufilər bu məsələlərdən danışanda elə danışırlar ki, sanki yəni, rəhmət hissəsini ancaq yumuşaqlıq, sevgi, mərhəmət bu yöndə başa düşürlər. Amma əslində əsl rəhmət ədalətdir, ədaləti ayaqda tutmaqdır, insanlara haqqı ilə rəftar etməkdir, hər bir şeyi haqqında yerinə oturtmaqdır. Və Rasulullah sallallahu aleyhi və səlləmin ən ali məqsədlərindən birisi də bu olub, ədalət. Amma onlar bu sənə aləmlərə rəhmət olasan deyə göndərdik məsələsini istismar edirlər. Məsəl üçün, elə anlar var ki, şəriət orada bizə sərtliyi təbliğ edir. Yəni, orada insan bir mövqeyə qoymalıdır, əqidə mövqeyə qoymalıdır. Həmən bu ayəti dəlil gətirirlər. Yox, Allah Resulü mərhəmət üçün gəlmiş. Allah Resulü mərhəmət üçün gəldi, neynədir? Bəlkə müşriklərə xüsusi mərhəmət göstərdi. Bəlkə onlara dedi, hə, siz lata, manata, uzzaya ibadət edin. Biz də Rəbbimizə ibadət edəcəyik. Hardasa mərhəmətin bir nöqtəsində görüşərək demədi ki, gəldi və haqqı ortaya qoydu. Dedi ki, tövhid, şirk. Şirkdən çəkinirsən, tövhidi yerinə getirirsən və bununla da müsəlman olursan. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləmin aləmlərə rəhmət olaraq göndərilməsi o demək deyildi ki, Allah Resulü sallallahu aleyhi və səlləm hamıya gülürdü, hamıya mehriban idi. Bəli, bu Allah Resulü sallallahu aleyhi və səlləmin ən gözəl xüsusiyyətlərindən birisi idi. Güləriz olması, mehriban olması, cəvami'ül kəlim, yəni az sözdən çox şey ifadə edən olması və s. Bunlar da dəvətçilərin vəsfində qeyd olunub. Amma bu o demək deyil ki, sən hər bir hansı ki, orada artıq mövqeyə qoymalısan, İslamın sərtliyini qoymalısan, o İslamın sərtliyinin qoyulduğu yerlərdə artıq mərhəmət, rəhmət göstərməyin həmin ayətin istismar olmasına gətirib çıxardır. Və huvə abdun lə yu'bəd. O, quldur, ibadət edilən deyil. Bu sözdə həmçinin bizdən öncəki ümmətlərindən öz rəsullarına, öz nəbilərinə ibadət edənlərə bir rəddir ki, o quldur, ibadət edilmir. Və rasulun lə yükəzzəb.
O rəsuldur, yalanlanmaz. Və huve xayrul xalaiq. O əxlaq, o ən xeyirli olan əxlaqdır. Göstərici olaraq xeyirli, ən xeyirli olandır. Və afdaluhum və akramuhum aləllahi Teala və Allah qatında ən fəzilətli, ən hörmətli olandır. Və a'lahum dərəcətən və əqrabuhum ileyhi vasilətən və şəriatuhu sallallahu aleyhi və səlləm hiyə şəriatul minətu alə sairi şərai. Və həmçinin o dərəcə baxımından, Allah Azza və Cəllə yaxınlıq baxımından ən uca olandır. Həmçinin onun şəriəti də digər şəriətlərə nisbətdə daha uca və daha önəmli olandır. Çünki Rasulullah sallallahu aleyhi və səlləmin şəriəti gəldi və artıq digər şəriətlər bitdi. Yəni, necə Quran gəldi, digər kitablar bitdisə və Allah Rasulü sallallahu aleyhi və səlləmin gəlişi ilə digər dinlər də, digər gələn Rasulların zamanında gələn şeylər də hamısı bitdi. Qalıcı şeylər də Allah Resulü sallallahu aleyhi və səlləmin izni ilə qalmış oldu. Hətta buna usulda şər'ən qabl edilir. Bizdən öncəki ümmətlərin şəriətləri. Yəni, ola bilsin ki, bizdən öncəki ümmətdə nəysə var idi, bizdə də var. Onun bizdə var olmasının səbəbi bizdən öncəki ümmətlərdə olması yox. Orada olduğu halda Allah Resulü sallallahu aleyhi və səlləmin onu təsdiqləməsi ki, bəli, bizdə də bunu eləmək mübahdır. Buna nümunələr də vermişdik bundan öncəki dərslərdə. İkrah bizdə icazəlidir, amma bundan öncəki ümmətlərdə ikrah icazəli deyildi. Və bizdən öncəki ümmətlərdə insana səcdə edərək salamlama edilirdi, bizdə qadağan olundu. Orada olması o demək deyil ki, burada da var. Orada var idi, burada qadağan olundu. Və bizdə də var, ikrah kim, amma orada yoxdur. Bunlar hamısı nədir? Allah Resulü sallallahu aleyhi ve sellem təsdiqləməsə, Allah Resulü sallallahu aleyhi və səlləm bizdə mübahdır, caizdir, icazəlidir deməsə, bizdə artıq o şəriət, o köhnədən qalan şəriətlərin edilməsi icazəli deyil. Salihatun və muslihatun li kulli zamanin və məkanin və ennəhə bəqiyyətun ilə yevmil qiyamə. Həmçinin o salihlərin ən salihidir. Hər zamanda, hər məkanda qiyamətə qədər qalıcıdır. Ənzələ aleyhi kitabəhu və ətəmənətu وَأْتَمَنَهُ عَلَى دِينِهِ وَكَلَّفَهُ بِتَبْلِغِ رِسَالَتِهِ وَقَدْ عَصَمَهُ مِنَ الذَّلَلِ فِي تَبْلِغِ هَذِهِ الرِّسَالَةِ. Həmçinin Allah Azza və Cəllə ona kitabını endirmişdir, dinini ona əmanət etmişdir və onu risalətini çatdırmaq üçün məsuliyyət sahibi olaraq təyin etmişdir. Və həmin o risalətin təbliğində də onu xətalardan qorumuşdur. Bu da nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinin paçlığını göstərir. Yəni, Allah Resulü sallallahu aleyhi və səlləm sırf dini, tövhidi insanlara təbliğ edərkən Allah Azza və Cəllə onu xətalardan qorumuşdur. Necə Allah Azza və Cəllə buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَبَى O öz həvasından danışmaz. İn huve illə vahyun yuha. Onun danışdığı ona vəhy edilən bir vəhidir. Və la yasihhu imanu abdin hatta yu'mina bi risalatihi. Bir qulun imanı risalətə iman gətirmədikcə səhih olmaz. Yəni bir qul hətta la ilahe illallah demiş olsa belə, Muhammedun Rasulullah deməsə və əşhədü ənə Muhammeden Rasulullah deməsə, ona şəhadət gətirməsə, onun öncəki şəhadəti la ilahe illallah deməsinin heç bir keçərliliyi qalmır. Hətta bu barədə İraqda olan Yahudilər barədə alimlər danışıblar ki, onlar deyirdilər Muhammedun Rasulullah. Amma belə soruşanda deyirlər ki, Rasuldur, amma ərəblərə, bizə yox. Hətta onların imanının olması üçün, sabit olması üçün alimlər şərt qoşmuşdular ki, o insanlar üçün. Onlar deməlidir ki, Muhammed Rasuldur bütün ümmətə. Ki, şəhadətləri qəbul olsun. Çünki deyir də olsa Rasuldur. Amma təhrif edərək deyir. Ancaq dil ərəblərədir. Və yəşhədə bi nübuvvətihi. Bir kəsin imanının səhih olması üçün onun risalətinə, nübuvvətinə iman etməsi lazımdır. Və mən ətə'əhu dəxaləl cənnə. Kim ona itaat edərsə cənnətə daxil olar. Və mən əsəhu dəxaləl nər. Kim də ona üsyan edərsə, asi olarsa, cəhənnəmə daxil olar. Necə Allah Azza və Cəllə buyurur ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَسَلِّمُوا تَسْلِيمًا. Xeyr, Rəbbinə and olsun ki, aralarında çıxan ixtilafda səni hakim təyin edib, verdiyin hökmə içlərində heç bir sıxıntı duymadan, tam bir şəkildə təslim olmadıqca əsla iman etmiş olmazlar. Baxın, burada hər bir məsələdə Allah Resulü sallallahu aleyhi və səlləmi həyatımızın mərkəzinə qoymağımız, onu bir hakim olaraq görməyimiz, hər bir məsələdə, hər bir çətinlikdə Allah Resulü sallallahu aleyhi və səlləmə yönəlməyimiz bizə bununla əmr olunur. Yəni, qul hər hansısa bir ixtilafa düşdüyü zaman, hər hansısa bir çətinliyə düşdüyü zaman,
İstəyir öz aralarında, istəyir şübhələr nöqtəsindən. Kitab oxudum, şübhəyə düşdüm. Nə etməliyəm? Gedirəm Allah və Rasuluna müraciət edirəm. Allah Azza və Cəllənin kitabına baxıram, Rasulullah sallallahu əleyhi və səlləm sünnətinə baxıram. Haqq olanı oradan özümə təyin edirəm. Və ya da özümə təyin etmək biraz çətin məsələdir. Müqallid üçün biraz bu çətindir. Haqq olan Rabbani alimlərdən o əsaslar üzərinə çıxarılmış fətvalara tabi olaraq özümü qoruyuram. Və kana kullu nabiyyin yub'athu ila qavmihi xassatan. Və həmçinin hər bir nəbi xüsusi olaraq öz qövmünə göndərilib. Və Muhammedun sallallahu aleyhi və səlləm bu'itha ilən-nasi kəffə. Lakin Rasulullah sallallahu aleyhi və səlləm bütün insanlığa göndərilib. Allah azze və cəllə buyurur ki: "Və mə ərsəlnəkə illə kəffətən lin-nasi bəşirən və nəzira." Biz səni bütün insanlığa, kəffə, insanların hər birinə, insanlığın hər birinə bəşirən və nəzira, müjdələyici və qorxuducu olaraq göndərdik. Bu da biraz önce dediyimiz ayət var idi. İllə rəhmətən lil aləmin. Aləmlər rəhmət üçün göndər. Onun əslində bir izahıdır. Bəşir və nəzir. Rəhmət odur. Bəzən müjdəliyir, bəzən qorxuzur. Belə bir din yoxdur. İnsan nə edirsə etsin, sən onu müjdəliyirsən. Yəni adam şirk edir, sən onu yenə müjdəliyirsən. Adam haramların içində batır, sən onu yenə müjdəliyirsən. Adam ahirəti inkar edir, sən onu müjdəliyirsən. Adam dinlə istehza edir, sən onu nə ilə müjdəliyəcəksən? Adamı qorxuzmalısan ki, qəlbinə qorxu düşsün. Hər bir insanın fitrətində tövhid var. Fitrəti dəyişmiş olsa da, onun içərisində qəlbində nələrsə var. Sən onu qorxuzmalısan Allahın əzabı ilə. Allah Azza və Cəllənin vermiş olacağı əzabla, atəşi ilə qorxuzmalısan ki, onun içində bir oyanış olsun. Yoxsa elə hər adama bir üzr gətirib onu müjdələsən, orada sən nəyə görə qorxub haqqa tabi olsun ki? Edənlə etməyənin fərqi yoxdursa, nəyə görə haqqa tabi olsun? Edəni müjdəliyirsən, deyirsən ki, əlhamdülillah, sən namaz qılırsan, zəkat verirsən, həcc edirsən və ona hədislər, ayətlər gətirirsən ki, Allah Azza və Cəllə namaz qılanları müjdələdi, Allah Resulü sallallahu əleyhi və səlləm namaz qılanları müjdələdi, oruç tutanları müjdələdi. Digər əməlləri eləyənləri də, bunun əksini eləyənləri də Allah səni bağışlayar. Rasulullah sallallahu əleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərildi. Adama rahatlıq vermək lazımdır ki, mən onsuz da əff olunacam. Onsuz da bağışlanacam. Elə Allahın Rasulü bizim üçün gəlmişdi ki, Allahın bizi etdiyimiz günahlara görə necə əff edəcəyini bizə danışsın. Allahın mərhəmətini bizə danışsın. Mesela Allah Azza və Cəllənin qahhar sifəti də var axı. Əzabı da var axı, qəzəbi də var axı. Və o necə olacaq? Yəni ona görə kəffə, dinə bütünlə iman eləmək, dinə bütünlə girmək lazımdır. Və Allah Resulü sallallahu aleyhi və səlləmin gəliş məqsədini darlaşdırmaq olmaz. Şirkdən çəkindirməyə gəldi, tövhidə yönəltdi. Namaza təşviq elədi, digər əməllərdən, çirkin əməllərdən çəkindirdi. Oruca təşviq elədi, şəhvətlərdən çəkindirdi. Yəni bu ibadətlərin əslində hər biri hər hansısa bir nəfsani şəhvətləri bitirmək üçündür. Namazı qılırıq, Allah Azza və Cəllə buyurur ki, İnnə salətə tənhə anil fəhşəi vəl münkər. Şübhəsiz ki, namaz insanı pis və çirkin işlərdən çəkindirir. Namazı Allah Azza və Cəllə bizə əmr etməklə, Rasulullah sallallahu əleyhi və səlləm bizə əmr etməklə, öyrətməklə bizi çirkin işlərdən çəkindirdilər. Orucu tutduq, şəhvətlərimizi qoruduq bununla. Yəni insanın içində olan şəhvət azlığını orucla bitirdik, bunu bildik. Orucu tutduq, kasıbların halını anladıq, fəqirlərin, ac qalanların halını anladıq. Oruc tutmaqla nə qədər hikmətlərə sahib olduq. Bu şəkildədir. Yəni yoxsa oruç tutma ilə Allah səni bağışlayacaq. Çünki Allah Resulü sallallahu əleyhi və səlləm alimlərə rəhmət olaraq göndərilib. Elə nə edirsən elə alimlərə rəhmət olaraq göndərilib. Yəni bu düzgün bir metod deyil. Bu metoddan uzaqlaşmaq lazım. Bu Rasulullah sallallahu əleyhi və səlləmin ancaq bəşirən olaraq gəldiyini. Onda sən düşünürsən ki, Rasulullah ancaq müjdəliyib. Həyatında heç kəsi qorxuzmayıb. Ya sahabelər belə bu qədər əməllər etmələrinə baxmayaraq Allah Azza və Cəllənin əzabından qorxurdularsa, yəni bugün biz daha çox buna nail olmalıyıq, Allahın əzabından qorxmalıyıq. İndi burada məqsəd o deyil, ancaq qorxunu aşılamaq deyil. Sadəcə bu bir tərəzidir də, düz olmalıdır. Müjdələmə də olmalıdır, qorxutma da olmalıdır. Və əhlüs-sünnəti vəl-cəmaəti yu'minun bi ənə Allah Azza və Cəllə əyyədə nəbiyyəhu sallallahu aleyhi və səlləm bil-mu'cizəti-zahirə vəl-əyəti-l-beyyinəti-l-bəhirə. Və əhlüs-sünnə vəl-cəmaə iman gətirir ki, şübhəsiz ki, Allah Azza və Cəllə öz nəbisini möhtəşəm möcüzələrlə, zahir olan möcüzələrlə dəstəklədi. Yəni, insanlar onun peyğəmbərliyini sorğuladığı zaman Allah Azza və Cəllə onu bəzi möcüzələrlə müjdələdi, bəzi möcüzələrlə dəstəklədi.
Və min tilkəl mu'cizat, o möcüzələrdəndir ki, bəl a'zamuha və əbhəruhəl Qur'anul azimullezî tahaddallahu Teala bihi əfsahal umami və əbləğəhə. O möcüzələrdən biri əzəmətli olan, apaçıq möcüzələrdən olan birisi nədir? Quran-ı Kərimdir ki, Allah Azza və Cəllə ümmətləri onunla islah elədi. Ümmətlərin şeyini onunla bitirdi. Necədir? Fıskını, günahını Allah Resulü sallallahu aleyhi ve sellem'e göndərməklə, təbliğə əmr eləməklə insanlığı onunla islah elədi. Və əqdərəhə aləl məntiq alə ən yə'tu bimithli hədəl Qur'an. Və həmçinin də onlara göstərdi ki, Quranın mislində heç bir şey yoxdur. Fəməstədə'u ən yə'tu bi surətin vahidətin. Əgər Quranın mislində bir şey varsa, ondan bir şey mütləq gətirərdilər. Biz dərslərimizdə şeydən danışmışıq, huruful muqatta'dan danışdıq ki, əlif, ləm, mim, bəzi təfsirlərdə keçilir ki, onların nuzul səbəbləri nə idi? Məkkə müşrikləri, onların içində olan ədiblər özlərincə bəzi şeirlər oxuyurdular və deməyə çalışırdılar ki, Muhammed sallallahu aleyhi ve sellem özündən yazıb bunu. Biz də şeirlər deyirik, bəzi məntiqi kəlmələri bir-birinə tutuşdura bilirik, ardıcıllıqla deyə bilirik. Və o anda nələr nazil oldu? Əlif, ləm, mim. Və onlar özləri də ilk dəfə idi belə bir şey eşidirdilər və şaşqınlıq içərisində qaldılar. Və bununla artıq bəlli oldu ki, bu kitab elə bir kitabdır ki, bunu heç bir insan yaza bilməz. Nə qədər ali dərəcəli olursa olsun, nə qədər üstün olursa olsun. Bu da o möcüzələrdən birisidir ki, Allah Azza və Cəllə buyurur ki, əgər onu bacarsaydılar, ondan bir surə gətirərdilər. Vəqtədat hikmətullahi Teala ən yəkunəl Qur'an min əkbəri mucizət. Və həmçinin Quran-ı Kərimin ən böyük möcüzə olması da Allah Azza və Cəllə hikmətlərindəndir ki, لِأَنَّهُ لَوْ كَانَتْ مُعْجِزَتُهُ حِسِّيَّةً faqat. O, elə bir möcüzədir ki, əllə şeyləyən bir möcüzə deyil. Deməsə, ölüləri diriltmək kimi bir möcüzə deyil. Yəni, belə zahiri görülən bir, o anda olan bir möcüzə deyil. İnsanın bütün həyatını əhatə edən bir möcüzədir. Qiyamətə qədər qalıcı bir möcüzədir. O anda bəlkə onun şeyini görmürsən, möcüzə olmasını. Amma o əhatəli bir möcüzədir. Ləntəhət bi intihai əsrhə. O bütün yəni əsri əhatə edən bir möcüzədir. Kəmə intəhət mu'cizatur rusli səbiqə. Necə ki, bundan öncəki rəsullara da buna bənzər əhatəli möcüzələri verilmişdir. Və min əkbəril mu'cizəti bə'dəl Qur'an mu'cizatul İsra'i vəl Mi'rac. Qurandan sonra ən böyük möcüzələrdən birisi də İsra və Mi'rac hadisələridir. Fəəhlüs-sünnəti vəl-cəmaəti yu'minunə bi-ənnən nəbiyyə sallallahu aleyhi və səlləm uricə bihi fil yəqzəti bi ruhihi və cəsədihi iləs-səmə. Əhlüs-sünnə vəl-cəmaə iman gətirir ki, Rasulullah sallallahu aleyhi və səlləm ruhu və cəsədi ilə birlikdə səmaya qalxmışdır. Və zəlikə fi leylətil İsra. Bu, İsra gecəsində baş vermişdir. Vəqad usriyə bihi leylən minəl məscid-i harami iləl məscid-i əqsa bi nastil Quran. Bu, Quranın nasıl da sabitdir ki, Allah Resulü sallallahu aleyhi ve sellem gecə İsra gecəsində məscid-i haramdan Əqsaya aparılmışdır. Necə ki, Allah Azza və Cəllə buyurur ki, Subhanəl-ləzi əsra bi-abdihi leylən minəl məscid-i harami iləl məscid-i əqsəl-ləzi bərakna havləhu linuriyəhu min əyətinə innəhu huvəs-səmi'ul basir. Allah Azza və Cəllə buyurur ki, dəlillərimizdən bəzisini ona, yəni Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscid-ül Haramdan ətrafına xeyir və bərəkət verdiyimiz Məscid-ül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o eşidəndir və görəndir. Ayətlə Allah Azza və Cəllə bunu sabit edir ki, Allah Azza və Cəllə Rəsulunu Məscid-ül Haramdan Məscid-ül Əqsaya göndərdi. Thumma uricə bihi sallallahu aleyhi və səlləm iləs-səmə. Allah Resulü sallallahu aleyhi və səlləm səməyə qaldırıldı. Haythu sa'idə hattə səmə-i səbi'a. 7 qat səmaya hətta qaldırıldı. Thumma fəvqə zəlikə ilə haythu şə'allahu Teala minəl-ulə ilə sidratil muntəhə indəhə cənnətul məvə. Hətta o qədər qaldırıldı ki, ən uca yerdə sidratil muntəhənin yanında, hansı ki o məva cənnətinin yanındadır. Ora qədər qaldırıldı. Və əkrəməhullahu bimə şəə və əvhə ileyhi mə əvhə və kəlləməhu subhanəhu və şərə ləhu xamsə salavatin fil yevmi və leyləti. Və Allah Azza və Cəllə ona istədiyini ikram elədi, ona vəhiylərdən bir vəhiy verdi, onunla danışdı və 5 vaxt namaz da orada ona şəriət edildi. Və daxaləl cənnətə fəttələ aleyhə. O cənnətə daxil oldu. Və attələ alən nər. Cəhənnəmə girdi, ateşi gördü.
Və ra'al mələikə mələkləri gördü. Və ra'a Cibril alə surətihil haqiqiyyətilləti xalaqahullahu aleyhə. Cibrili Allah Azza və Cəllənin onu yaratmış olduğu əsli həqiqi surətində gördü. Və mə kəzəbə fuadun nəbiyyi sallallahu aleyhi və səlləm mə ra'a bəl kənə kullu mə ra'u bi'aynə ra'sihi haqqan. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbi gördüyü bu şeylərin heç birini inkar etmədi. Başı ilə, gözü ilə bunu haqqı olaraq qəbul etdi. Ta'zimən ləhu və təşrifən alə sairil ənbiyə. Həmçinin o, digər nəbilərin üzərinə daha şərəfli, daha əzəmətli edildi. Və izharən li'ulivü məqamihi fəvqəl cəmi'. Məqam olaraq onların hamısından daha üstün və daha uca oldu. ثُمَّ نَذَلَ بَيْتَ الْمَقْتِزِ وَصَلَّ إِمَامًا بِالْأَنْبِيَاءِ عَلَيْهِمُ vesselam ثُمَّ عَادَ إِلَى مَكَّةَ قَبْلَ الْفَجْرِ. Sonra deyir, Beytül Maqsid'e indirildi. Orada deyir, imam olarak nəbilərə namaz qıldırdı. Sonra deyir, fəcrdən öncə Məkkəyə qaytarıldı. Və bu hadisə də Nəcm surəsi 1-ci və 18-ci ayətlərdə Allah Azza və Cəllə bunu zikr edir. Və buyurur, and olsun batmaqda olan ulduza. Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O öz istəyi ilə danışmır, bu ona təlqin edilən bir vəhidir. Bunu ona çox qüvvətli olan öyrətdi, gözəl görünüşlü, yəni Cəbrail qəsd olunur, o yüksəlib öz sürətində göründü. O ən uca üfüqdə idi. Sonra Muhammedə yaxınlaşıb aşağı indi. O 2 yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah öz quluna nazil edəcəyini vəhiy etdi. Və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı. İndi siz onunla gördüyü şey barəsində mübahisə mi edirsiniz? Onu bir daha öz sürətində enərkən gördü, son həddəki sidr ağacının yanında. Məva bağı da onun yanındaydı. O zaman sidr ağacını bürüyən bürümüşdü və Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O öz Rəbbinin ən böyük dəlillərindən bəzilərini gördü. Yəni o birinci, özüm ərəbcəsini oxumadım ki, çox vaxt aparır. 1-ci və 18-ci ayətlər bura qədər o İsra və Meyrac hadisəsi barədə danışdığımız bütün möcüzələri əhatə edir. Və min mucizatihi aydan sallallahu aleyhi və səlləm, həmçinin onun başqa möcüzələri də var. Allah Resulü sallallahu aleyhi və səlləmin başqa möcüzələrindəndir ki, İnşiqaqul qamer, ayı yarması, ayətun azimetun a'tahullahu l-nəbiyyi sallallahu aleyhi və səlləm dəlilən alə nübuvvətihi. Bu deyir, əzəmətli, Allah Azza və Cəllənin nəbisinə vermiş olduğu və onun nəbiliyini dəlilləndirən əzəmətli işarələrdən birisi idi. Və kənə zəlikə fi Məkkətə xinəmə tələbəl müşrikunə minhu əyə. Hansı ki, bu Məkkədə hadisə baş verdi. Elə bunu müşriklər özləri Allah Resulü sallallahu aleyhi ve sellemdən tələb edirdilər və Allah Azza və Cəllə də bu möcüzəni ona verdi. Təkfirul qalili minət-ta'am. Möcüzələrindən birisi odur ki, az yeməyin çoxalması. Və qad vəqa'a həzə alə yədeyhi əksərə min mərrə. Dəfələr nə olub ki, Allah Resulü sallallahu aleyhi ve sellemin əlində az olan yemək bərəkətlənib, çoxalıb. Təkfirul mə'i və nəb'uhu min beyni əsabihi şərifə. Suyun çoxalması, hətta onun şərəfli, bərəkətli barmaqlarının arasından suyun fışqıraraq çıxması. Və təsbihut ta'ami ləhu və huvə yu'kəl və qad vəq'a həzə şeyü kəsirən minər Rasul. Həmçinin yeməklərin onu təsbih etməsi. Və o, elə bir ki, yeməyi yeyəndə yeməklərin onu təsbih etməsi, yeməklərin onun haqqında salavat etməsi işləyib. Və qad vəq'a həzə şeyü kəsirən. Bu kimi şeylər onun rəsulluğu zamanı çox olub. İbra'ul mərda və şifəu ba'də əshabihi alə yedeyhi sallallahu aleyhi ve sellem dunə dəvain hissiyin. Heç bir dərman vermədən, hissiyyən, görünən bir şeyi vermədən öz əlləri ilə əshabına şəfa olması, xəstələri sağaltması. Ədabul hayavani ma'ahu və iz'anul əşcari ileyhi və taslimul əhcari aleyhi qablən nübuvvə salavatullahi və salamuhu aleyhi. Hətta hələ onun nübuvvətindən öncə heyvanların ona ədəbli rəftar eləməsi, ağacların ona boyun əyməsi, daşların ona salam verməsi, bu kimi hadisələr o möcüzələrdəndir. Rü'yətuhu sallallahu aleyhi və səlləm mən kənə xalfəhu fissalə kəmə yara mən huvə beynə yedeyhi. Onun yuxusunun doğru çıxması, yuxularının adətən doğru olması. Nutqu zira'i şətilləzi
quddimə ləhu liyəkuləhu biənəhu məsmum. Zəhərli olan şeyi yesə belə ona heç bir təsir göstərməməsi. Bu var idi da, hətta çalışırdılar Peyğəmbər sallallahu əleyhi və səlləmi zəhərləsinlər. Düzdür, sehir tutmuşdu Allah Resulü sallallahu əleyhi və səlləm, özünü pis eləmişdi, ona bildirilmişdi. Hansı ki quyuya atılmışdı, həmin quyudan çıxarılmışdı sehir və ora bağlanmışdı, istifadəsi haram edilmişdi. İxbaruhu bi ba'dil umuril ghaybiyyə və ixbaruhu anil umurillati vaqa'at ba'idan anhu faza vuqu'iha. Ona bəzi qeybi işlərin xəbər verilməsi var idi. O xəbər verirdi qeybi işlərdən. Hətta elə işlər olurdu ki, uzaqda hal-hazırda cəryan edirdi, indi gedir proses. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əshabına onunla bağlı xəbər verirdi. Və ixbaruhu an umuri geybiyyətin qabla hudusiha və hər hansısa bir hadisə baş vermədən öncə Allah Resulü sallallahu əleyhi və səlləm onunla bağlı xəbər verirdi. Fəhəddəsət ba'də zəlikə kəmə əxbərə bihə sallallahu əleyhi və səlləm və hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, belə olacaq. Bir müddətdən sonra onu Allah Resulü sallallahu əleyhi və səlləm xəbər verdiyi kimi eyni hadisənin olması. İcabətü duaihi ammə, ümumi olaraq dualarının qəbul olması. İntiqamullahi Teala'l-acilu min ba'di men xanahu ev anadahu. Ona xəyanət eləyən, ona düşmanlıq eləyənlərin cəzasının Allah Azza və Cəllə tərəfindən dərhal verilməsi, intiqam alınması. Uqubətun mən ləm yuvakkirhu ev yuvakkir qavləhu ev əmrəhu ev nəhyəhu. Onun yəni əmrini, nəhyini yerinə yetirmək, onun sözlərini üstün tutmağın, üstün tutmamağın günah olması da həmçinin onun möcüzələrindən birisidir ki, Allah Azza və Cəllə ona elə bir şey verib ki, Rasulullah sallallahu əleyhi və səlləm deyirsə, o söz uca olmalıdır. O söz vüqarlı olmalıdır. Əgər ona sən itaat etsən, əcr qazanırsan, asi olsan, ondan ötürü günah qazanırsan. Və hifzullahi təbarəkə və teala və kəfful a'dai anhu. Həmçinin Allah Azza və Cəllə onu düşmənlərinin ona zərər verməsindən də qorumuşdur. Bu barədə Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, bir gün Əbu Cəhil dedi ki, Muhammed sallallahu aleyhi və səlləm, Muhammed sizin aranızda torpağa səcdə eləyir, ibadət eləyir. Biz dedik, bəli, dedi. Lat və Uzzaya and olsun ki, mən onu görəndə onun belindən və başından ayağımla vurub, onun üzünü torpağa sıxacağım. Və sonra deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılarkən onun yanına getdi və Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsə etmək istəyəndə əli ilə özünü qorumağa çalışaraq oradan qaçdı. Və biz deyir, bu hadisəyə təəccübləndi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə bu barədə soruşanda Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, o an mənimlə özü arasında ateşdən bir xəndək gördü və belə deyim də, hansı ki qanadlı bir mələk gördü və qorxudan qaçdı. Və davamında buyurur ki, ləvdənə minni ləxtətəfəthu mələikətü udvən udvə. Əgər deyil, o mənə o anda yaxınlaşmaq istəsəydi, mələklər onu parça-parça eləyərdilər. Yəni, bu da Allah Resulü sallallahu aleyhi ve səlləmin Allah Azza və Cəllə tərəfindən qorunduğunu göstərir. Və xülasə, yəni bugünkü dərsimizin xülasəsi, əsası bundan ibarətdir ki, Rasulullah sallallahu aleyhi və səlləmə iman mütləqdir. Rasulullah sallallahu aleyhi və səlləmə iman etməyən müsəlman olmaz və iman edən kəsdə bəzi tələblər var ki, Rasulullah sallallahu aleyhi və səlləmə iman gətirməklə o tələblərə əməl etməlidir. Əmirlərini yerinə yetirmək, qadağanlarından çəkinmək, xəbərlərini təsdiqləmək və Rasulullah və bir əməl edərkən Rasulullah sallallahu aleyhi və səlləmin şəriəti üzrə, əmr etdiyi üzrə həmin əməli etmək. Rəbbimdən diləyim odur ki, Allah Azza və Cəllə bizi eşitib faydalanan qullarını etsin. Əmin. Allah Azza və Cəllə bizi Allah Resulü sallallahu aleyhi ve selleme en güzel şekilde tabi olan kullarından etsin. Amin. Velhamdülillahi Rabbil alemin.